Velosipetin insan sağlamlığı üçün çox böyük faydaları var. Ən əsası kardiovaskulyar sistemə göstərdiyi faydadır. Velosiped sürənlərin ürək-damar sistemi daha yaxşı çalışır. Həmçinin əzələ sisteminə göstərdiyi faydalar. Velosiped sürən zaman bir neçə əzələ qrupu, istər diz, istər sağrı, qarnın ön əzələ qrupu hamısı bərabər çalışır və bu da əzələlərimizi daha da möhkəmləndirir. Bundan başqa oynaqlar üçün velosiped çox faydalıdır. Velosiped sürənlərdə demək olar ki, oynaq ağrıları olmur. Həmçinin beyin qan damar sisteminə çox gözəl təsir göstərir. Velosiped sürənlərin diqqəti, yaddaşı digərlərinə nisbətən daha yaxşı olur. Həmçinin velosiped sürən zaman endorfin deyilən bir hormon sintez olunur ki, bu xoşbəxtlik hormonudur və insan velosiped sürəndən sonra çox daha xoşbəxt və pozitiv olaraq özünü hiss edir. Ağciyərlərə göstərdiyi fayda da müstəsnadır. Çünki normal velosiped sürənlərin ağciyərləri daha geniş açılır və daha sağlam olur. Odur ki, əzizlərim, nə durmusunuz? Niyə velosiped sürmürsünüz?